Axşamınız xeyir olsun. Salam Ömər Benzi. İlk öncə rəqibi təbrik eləyirəm. Yaxşı qalibiyyət əldə elədilər. Oyuna gəldikdə ümumən belə nəticəni bəlkə də təxmin eləyirdim, gözləyirdim. Çünki komandam həddindən artıq necə deyim, böyük güc sərf eləyib bu ilin sonuna kimi. Yəni neçə turnirdə iştirak eləyir, həm oyunlar, həm psixoloji, həm fiziki və bəzi futbolçuların bugün meydana tam hazır olmaması ümumən, yəni bunları görürdük. Biraz bir neçə bəzi oyuncularda problemlərimiz oldu, hansı ki biri zədələnib məşq buraxmışdı, biri ümumən biraz xəstələnmişdi. Belə bir neçə faktlar oldu, amma hər bir halda bunlar səbəb deyil, amma yəni ümumən bu oyun mənə gəlir ki, bizə gələcəkdə böyük bir fayda verəcək. Çünki biz həm ilk dəfə oynadıq bu rəqiblə, rəqibin gücünü tam gördük və onların bu ilki istəyini və mən əvvəl də fikirlərini bildirmişdim ki, çox ciddi hazırlaşan bir komanda gəlir, çox ciddi hazırlaşan bir rəqib gəlir üzərimizə və belə azarkeşlərimə təşəkkür edirəm. Əlbəttə ki, çox fantastik idilər. Ümumiyyətcə yaxşı atmosfer vardı, əsl futbol havası var idi. Və bu qədər. Belə inşallah hələ 2 gün sonra Qəbələdə oyunumuz var. Çalışıb həmin oyuna hazırlaşmalıyıq. Baxmayaraq ki, komanda bu cür əzilib, çox yorulub. Amma hər bir halda inşallah hazırlaşacağıq. Qədər. Buyur Xanlı. Meydana tərk etməsindən sonra məzuniyyətdə meydana tam şəkildə görünüyor. Bəlkə Marko, fərqli Marko'ya bilməyə çox sayılıb, ikilər var orada və sanki sabahın əlində işləmişdir. Əlinizi məqam kəməni əvəz etməyə göstərmək olan da məzun əvəz etməyə. Marko'nun durumu da maraqlıdır, ya da yeni iş yaşaması sonra. Marko dünən məşqin əvvəlində zədə aldı. Biraz risklidir onun meydana çıxması da və o cümlədən elə Montiel'in də əvvəl yəqin fikirlərimə diqqət yetirmişsiniz. Onu 3-4 gündən bir meydana buraxmaq biraz hal-hazırda böyük bir risk idi. Bugün biz bu addımı atdıq. Çünki hələ öz fiziki formasından biraz uzaqdır. Həvəslidir, istəklidir, məsuliyyətlidir. Amma yəni 3 gündən, 4 gündən bir oynamağa hələ tam hazır deyil. Əvvəlki Araz Naxçıvan oyunda da xeyli güc sərf eləmişdi. Ümumən deməzdim həmin sınma nöqtəsi oldu, amma bu cür futbolçunun meydanda olması və sonradan Markonun da meydana girməsi, onun da meydanda olması böyük bir avantaj olardı bizim üçün. Amma belə qabiliyyətli, usta futbolçuların meydanda olmaması əlbəttə ki, hansısa bir bəzi çatışmazlıqlara gətirib çıxarır. Hər bir halda məğlub olduq. Yəni burada kimdəsə səhv axtarmaq istəmirəm, ya ki, kimdəsə hansısa bir çatışmazlıq demək istəməzdim. Buyurun, növbəti sual. Yoxsa çox saat var. Buyurun. Qurban müəllim, artıq sabahın oyunlarını görmüşdünüz. Bu gün də deyirsiniz ki, 3 nəfərə doğdu rəqibi. Qarabağda uzun illərdir davam edən hegemonluqda göz önündə deməyə gəlir. Amma bu oyundan sonra sizin ürəyinizdə bu il çempion dəyişə bilər ehtimalı daha qüvvətli oldu mu, yoxsa necə düşünürsünüz? Yəni məndə hər il belə bir fikir var. Ümumiyyətcə, yəni biz dünya praktikasına baxsaq, yəni bir yer ancaq bir nəfər üçün verilməyib. Yəni istənilən an, istənilən il dəyişikliklər ola bilər və bugün də qarşımızda həm böyük işlər görmüş bir klub var, hansı gələcəyə böyük yatırım sərf eləyən, ümumiyyətcə gələcəyə böyük planları olan bir klub var qarşımızda. Əlbəttə ki, belə klublardan bu addımı, bu nəticəni biz gözləməliyik və dediyim kimi bizim ancaq xeyrimizə olacaq. Yəni gələcəkdə daha da ciddi, daha da diqqətli olmağı bu bizim ancaq xeyrimizə olacaq, amma yəni çox yaxşı bir kollektivdir. Buyurun. Qurban müəllim, uzun illər Qarabağda çalışırsınız, o Qarabağın ki, hər il Avropada, beynəlxalq turnirlərdə öz sözünü deməyə bacaran bir Qarabağın baş məşqçisiniz. Ona görə bu mənada sizin fikirləriniz Azərbaycanın futbol işlərinə maraqlı ola bilər. Bu sabah, əzmkar sabah bu heyətlə Avropada nəyə nail ola bilərmi? Yəni öz sözünü deyə bilərmi bizim üçün maraqlıdır?
Yəni çox. Yəni bizim bu heyəti götürsək, ümumiyyətlə bugünkü sabahı götürsək, bəli, yəni əgər bugün çempionluğa oynayırlarsa, çempion olmağa layiqdirlərsə və niyə də Avropada o oyunu göstərməsinlər, o nəticəni verməsinlər və yəni biz hamımız buna sevinərik və inanırıq da həm Avropa təcrübəsi olmuş məşqçiləri var, həm ümumiyyətlə yaxşı kollektivi var və həm özləri neçə ildə Avropada yaxşı oyunlar göstərdilər və məncə çox belə addım-addım çox yaxşı işlər görürlər. Təşəkkür edirik. Çox sağ olun. Sağ olun.